Hindistanla Pakistan arasında son hərbi qarşıdurma Akash orta mənzilli zenit raket komplekslərinin döyüş qabiliyyətinin yoxlanılması ilə yadda qaldı. Bu, Ermənistana növbəti dəfə göndərilməsi nəzərdə tutulan raket kompleksləridir. 2022-ci ildə iki ölkə arasında imzalanmış müqaviləyə əsasən ümumi dəyəri 710 milyon dollar olan 15 ədəd Akash kompleksi Ermənistana təhvil veriləcək. Prosesin birinci mərhələsi 2024-cü ildə başa çatıb. Növbəti mərhələ üzrə silahların göndərilməsinə bu ilin iyulunda başlanılacaq. Akash sistemlərinin təhvil təhsilin prosesini özündə ehtiva edən sənəd tərəflər arasında reallaşdırılacaq ilk böyük həcmli ixrac müqaviləsi hesab olunur. Kompleks eyni anda 12 hədəfi izləmək və atəş açmaq potensialına malikdir. Raketlər 25 kilometr yüksəkliyə qədər uçuş həyata keçirə bilən qırıcıları, raket və pilotsuz uçuş aparatlarını hədəf seçə bilir. Cənubi Qafqaz regionunda sülh gündəliyinin aktual olduğu bir vaxtda yaxın aylarda bu silahları almağa hazırlaşan Ermənistanın məqsədləri bir daha özünü büruzə verir. Analitiklər bildirirlər ki, rəsmi İrəvan bu hərəkəti ilə regional sülh və sabitliyin bərqərar olmasında maraqlı olmadığını bir daha sübut etmiş olacaq. Hindistan Cənubi Qafqazda sülhün əldə olunmasına qarşı çıxır və bu istiqamətdə Ermənistanı silahlandırır. Yəni Hindistanın əsas siyasəti bundan ibarətdir. Və düşünürəm ki, Ermənistanın Hindistanla milyon dollarlıq silah partiyaları alması və bu razılaşmalara da getməsi Ermənistan baş naziri Nikol Paşinyan da səmimi sülhdə maraqlı olmadığını da göstərir. Sülh istəyən ölkə ilk növbədə bu kimi silah partiyaları almamalıdır. Təbii ki, Ermənistan bu siyasəti müsbət nəticələnməyəcək. Hindistanın silahları nə qədər keyfiyyətsiz Hindistan-Pakistan müharibəsində də bəlli oldu. Artıq Ermənistan da bundan nəticə çıxarmalıdır. Ermənistanın bu silahları almasını 44 günlük vətən müharibəsi zamanı darmadağın edilmiş müdafiə sistemlərinin yenidən bərpası kimi izah edənlər də az deyil. Analitiklərin qənaətincə Ermənistan bu minvalla müdafiə sənayesini yenidən formalaşdırmaq məqsədini güdür. Bütün hallarda bu silahların əldə edilməsi onu göstərir ki, Ermənistan hələ də sabitliyin, sülhün peşində deyil. Ermənistan əslində bir militarist dövlətdir. Ona görə də o hər zaman özünün hərbi üstünlüyünü qorumağa can atır və indiki bu təşəbbüs də o anlamda, o kontekstdə anlanmalıdır. Digər tərəfdən bu 2-ci Qarabağ savaşından sonra Ermənistan özünün bu hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətli bir hissəsini itirdi. Çünki onlar Ermənistan ərazisində deyildi. Onlar Azərbaycan ərazilərinə gətirilmişdi və Azərbaycan ordusu da həmin sistemləri məhv elədi. Yəni, belə anlamaq olar ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri yetərli deyil. Ola bilsin bu silah almaqla onlar özlərinin müdafiə qabiliyyətini gücləndirməyə çalışırlar. Təhlillər göstərir ki, Cənubi Qafqaz regionunda sabitliyin təminatı Ermənistanın Azərbaycanın haqlı tələblərini yerinə yetirməsindən keçir. Danışıqlarla bağlı konstruktiv addım atmaq əvəzinə Hindistandan qeyri-qanuni silah alışını həyata keçirməsi Ermənistanın Cənubi Qafqazın sülh gündəliyini ləngitmək istəyindən xəbər verir. Zeynəb Mirzəyeva, Real.